Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sığortalı dostu izləyirsiniz. Bugünkü buraxılışımızda sığortada kadr potensialından danışacağıq. Bildiyimiz kimi hər bir sahənin inkişafı o sahədə fəaliyyət göstərən kadrların peşə hazırlığı ilə yüksək və peşəkar kadr potensialı ilə bilavasitə bağlıdır. Bəs yerli sığorta sektorunun mövcud kadr potensialının real vəziyyəti necədir? Sığorta şirkətlərinin təlim ehtiyacları nədən ibarətdir? Suallarımıza studiyamızın qonağı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzinin direktoru, peşəkar sığortaçı, təlimçi Pərviz Quliyev ilə müzakirə edib cavab axtaracağıq. Pərviz müəllim, xoş gəlmişsiniz studiyamıza. Salam, xoş gördük Aytən xanım. Pərviz müəllim, bugün çox maraqlı bir söhbətimiz olacaq sizinlə bərabər. Sığorta sahəsindəki kadr potensialı haqqında danışacağıq. Sığorta sahəsi olaraq biz bunun üçün nələr etmişik və kadrların hazırlıq səviyyəsi hansı səviyyədədir? Ümumiyyətlə, peşəkar bir sığortaçı kimi sığorta sektoruna baxdığınızda bugün kadrların, mövcud kadr potensialının, mütəxəssislərin bilik və bacarıqlarını necə qiymətləndirirsiniz və müqayisə aparsaq son 5-7 il ərzində hansı dəyişikliklər olub? Çox sağ olun Aytən xanım, çox maraqlı sualdır. Eyni zamanda mən deyərdim ki, bu günləri bizim inkişaf etməkdə olan sığorta bazarı üçün çox aktual bir mövzudur ki, bütün sahələrdə olduğu kimi sığorta sahəsi də həmişə peşəkar kadrlara ehtiyac var və bunların hal-hazırda vəziyyəti necədir və biz hansı formada onların yetişdirilməsi ilə məşğul oluruq. Bildiyiniz kimi sığorta sektoru bir maliyyə sektoruna ayrılmaz hissəsi olduğuna görə biz əgər əvvəlki illərlə müqayisədə ümumiyyətlə sektorun özünün göstəriciləri nədən ibarətdir, buna bir yanaşma etmiş olsaq, təbii ki bizdə keçən nəticələrinə görə ilk dəfə olaraq bildiyiniz kimi 1 milyard yarım həcmində bir yığım qeydə alınıbdır və bu da o deməkdir ki, artan tendensiyada bazarın böyüməsi baş verir və bu böyümədə eyni zamanda iştirak edən kadrlar, peşəkar menecerlər, idarəçilər, bunlar da təbii ki yetişirlər, bunlar da daimi inkişaf edirlər. Burada təbii ki bəzi məqamları biz vurğulamalıyıq. Hal-hazırda bizim qeyd etdiyim kimi böyüməkdə olan bazara günü-gündən bir artan tələbat var ki, peşəkar kadrlar müxtəlif sahələrdə daha çox lazımdır və bəzi sahələr var ki, hətta bu sahələrdə mən deyərdim ki, sözün əsl mənasında bir qıtlıq var. Ancaq nəzərə alsaq ki, dediyiniz kimi 7 il öncə vəziyyət necə idi? Bu vəziyyəti hal-hazırki vəziyyətlə müqayisə etdiyimizdə, yəni müəyyən bir inkişaf dövrü var. Bizim əməkdaşlarımız, fərqli şirkətlərdə çalışan sığortaçılar, onlar həm daxili bazarda olan mövcud resurslar hesabına öz biliklərini, bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda bu sahədə bizə yardımcı olan partnyor şirkətlər var ki, xarici sığorta şirkətləri və digər başqa təlim, tədrislə məşğul olan xarici şirkətlər var ki, bax bunların hesabına həm daxili, həm xarici resurslar hesabına biz bu məsələnin həllində çalışırıq ki, maksimum tələblərimizi ödəyək. Pərviz müəllim, belə görünür ki, sığorta sahəsində kadrların potensialı artır və yüksək potensiala malik olan yeni kadrlarda yetişir və bugün fəaliyyətini davam etdirir. Ümumiyyətlə, nəzərə alsaq ki, ölkəmizdə bu fəaliyyət növü ilə bağlı, sığorta ilə bağlı hər hansı bir tədris verilmir. Bax, bu fonda necə qiymətləndirirsiniz kadrların yetişməsini? Aytən xanım, çox düzgün vurğuladınız ki, hal-hazırda Azərbaycanda başqa sahələrdə əgər ali məktəblərdə və yaxud da orta ixtisas məktəblərində bu sahəyə aid olan tədrisin verilməsi prosesi tam şəkildə baş verirsə, amma bizim hal-hazırda nə iqtisadi fakültələrdə, nə digər başqa universitetlərdə belə bir ixtisasla bağlı nə fakültə var, sığorta fakültəsi. Eyni zamanda bunun hansısa bir formada A-dən Z-ə qədər mütəxəssisin yetişdirməsi ilə məşğul olan bir tədris müəssisəsi yoxdur.
Nəzərə alsaq ki, bir neçə orta ixtisas tədris müəssisələrində sığorta tədrisi olunur. Mən deyərdim ki, bu özü də bir sevindirici haldır ki, müəyyən bir baza olaraq həmin tədris müəssisələrində ilkin sığorta biliklərini almış məzunlar sığorta şirkətlərinə gəldikdə artıq müəyyən bir ilkin biliklərlə gələ bilirlər. Amma bildiyiniz kimi sığorta şirkətləri hal-hazırda bu yükü özləri daşıyır və həmişə də mütəxəssisin sığorta şirkətinə yetişdirilməsi o çox da ucuz başa gəlmir. Yəni bu təbii ki, vaxt baxımından çox böyük resurslardır. Eyni zamanda bilirsiniz ki, mütləq qaydada bir mentorluq olmalıdır. Bu da əlavə resursdur. Ona görə də digər sahələrdə əgər o fakültələr varsa, bizdə o sığorta fakültəsinin olmaması müəyyən bir çətinliklər yaradır. Amma bəzi universitetlərdə hal-hazırda ixtisas fənni kimi sığorta tədris olunur. Düzdür, bu da həmin o tələbələr üçün birdən-birə sığortanın hansısa bir səviyyəsini öyrənmək o qədər də asan deyil. Bildiyiniz kimi, əgər sığorta ilk olaraq hansısa bir sığorta anlayışlarından, sığorta qanunvericiliyinə başlamalıdır, tədricən bu digər başqa sahələrə keçməlidir, ixtisaslar üzrə bölünmüş sahələrə. Bu baş vermədiyinə görə məcburuq ki, biz həmin məzunları işə aldığımızda uzun bir müddət onlara mentorluq proqramları təşkil edirik. Yəni şirkətlərdə təcrübəsi olan daha peşəkar kadrlar mütləq qaydada bu məsuliyyəti özlərinə götürürlər. Bu da bildiyiniz kimi çox belə uzun çəkən bir prosesdir və bunun daha asanlaşdırılması, daha əlçatan olması üçün mütləq qaydada bu proseslərin bölüşdürülməsi, eyni zamanda tədris müəssisələrində belə fakültələrin yaranması hesab edirəm ki, qısa müddətdə həm sığortaçılar tərəfindən, həm Tədris Nazirliyi, Təhsil Naziri ilə birgə bu addımlar mütləq qaydada atılmalıdır. Yəni, bax, bu olduğu halda hesab edirəm ki, kadrların yetişdirilməsində bir resurs bölüşdürülməsi baş verəcəkdir. Bu da işləri daha da, prosesləri daha da asanlaşdıracaqdır. Amma yəqin ki, ASA Tədris Mərkəzi olaraq hər hansı bir layihələr həyata keçirirsiniz, ümumiyyətlə sığortaçıların təlim və tədrisi ilə bağlı. Əlbəttə ki, biz də bir tədris müəssisəsi olaraq bizim ixtisaslaşmış sığorta təlimlərimiz var və hal-hazırda Azərbaycanda daha çox bu sahə ilə məşğul olan, mən deyərdim ki, tədris müəssisəsidir, ASA Tədris Mərkəzi və bizim müxtəlif sığortanı əhatə edən mövzularda təlimlərimiz var. Biz onları il boyu sığorta şirkətlərinə təqdim edirik və təbii ki, sığorta şirkətlərindən savayı əgər könüllü şəkildə kimlərsə bura müraciət etmək istəyirsə, bəli, onlar da bu xidmətlərdən yararlanırlar. Amma qeyd etdiyim kimi, bu tədris müəssisələrinin, ümumiyyətlə tədris mərkəzlərinin, təlimlərinin sayı bu kadrların yetişməsi üçün həmişə də yetərli olmur. Yəni, ona görə də bu mütləq qaydada həm ali tədris müəssisələrində olmalıdır, orta ixtisas müəssisələrində olmalıdır və eyni zamanda daha peşəkar səviyyədə konkret bir sahələrlə bağlı təlimlərin aparılması, bəli, təlim mərkəzlərində təşkil olması bu daha rasionaldır. Gəlin biraz daha detallı müzakirələr aparaq. Ümumiyyətlə, bax, 2025-ci ilə nəzər salsaq, hansı təlim, tədris işlərini həyata keçirdiniz? Biz əlbəttə ki, birinci növbədə çalışırıq ki, sığorta şirkətlərinin sifarişləri əsasında onların ehtiyacları müəyyən olunsun və bu ehtiyaclara uyğun olaraq təlimlərin təşkil olunması ilə biz məşğul oluruq. Əlbəttə ki, biz həm hal-hazırda ən vacib sahələrdən olan, eyni zamanda Mərkəz Bankının tələbi ilə də sığorta agentlərinin yetişdirilməsi təkcə sığorta şirkətlərinin deyil, bildiyiniz kimi banklarda da deməli, müştəri xidmətində olan kredit inspektorları, əməliyyatçılar, onlar da sığorta satışı ilə məşğul olur. Ona görə də onlar da bu deməli, təlimlərdə keçənin çox aktiv şəkildə iştirak ediblər. Eyni zamanda biz sığorta ilə bağlı deməli, peşəkar sığortaçı sertifikatını alması ilə bağlı təlimlərimiz olubdur və beynəlxalq sertifikasiya təlimləri bizdə bildiyiniz kimi bu da baş veribdir. Bununla yanaşı bizim fərqli mövzuda həm menecment təlimləri, soft skills, yəni yumşaq vərdişlərlə bağlı təlimlərimiz olubdur. Əmək qanunvericiliyi ilə bağlı bildiyiniz kimi dəyişikliklər olub, bundan bağlı təlimlər keçirmişik. Məsələn, bizim sığorta şirkətlərinin hamısında hal-hazırda korporativ idarəetmə standartlarının
tətbiqi ilə bağlı risklərin idarə edilməsi funksiyası çox ciddi tələb olaraq qoyulubdur ki, bu funksiya aktivləşdirilməlidir, daha da gücləndirilməlidir. Mən deyərdim ki, son illərdə ən çox müraciət olunan təlimlərdən biri bu mövzuda olubdur. Prudensial hesabatlıqla bağlı bizim təlimlərimiz keçən il ərzində olubdur. Bax, bu təlimlər mən deyərdim ki, əsas üstünlük təşkil edən təlimlərdir ki, növbəti həm bu il, həm növbəti illərdə də hesab edirəm ki, bu mövzular daha aktual mövzular olaraq qalacaq. Yəqin ki, 2026-cı il üçün, bu il üçün də konkret olaraq hansısa təlimləri planlaşdırmısınız ASA Tədris Mərkəzi olaraq? Təbii, yəni bu ildə biz yenə də adını çəkdiyim mövzularda və digər başqa mövzular var ki, biz məsələn, hal-hazırda ən aktual mövzulardan biri aktuarların yetişdirilməsi ilə bağlıdır. Çünki bütün şirkətlərdə bilirsiniz ki, böyük tələbat var. Yəni, aktuarlar, bunlar elə mütəxəssislərdir ki, onların yetişdirilməsi çox uzun çəkən bir prosesdir. Və ona görə də biz bunu da nəzərə almışıq ki, hal-hazırda şirkətlərdə böyük tələbat olduğuna görə bu proqramı biz yerli ekspertlərlə birgə artıq demək olar ki, hazırlıq mərhələsini yekunlaşdırmışıq. Və növbəti mərhələlərdə təbii ki, müəyyən razılıq məsələləri olacaq ki, bunu həm sığortaçılar assosiasiyası səviyyəsində, həm Mərkəz Bank səviyyəsində həll etdikdən sonra hesab edirəm ki, bu il ən vacib sayılan təlimlərdən biri aktuar inkişaf proqramını biz başlamağı planlaşdırırıq. Ümumiyyətlə, Pərviz müəllim, sığorta sahəsinin təlim ehtiyaclarından danışarkən burada ən vacib məsələlərdən biri məhz təlimçilərlə bağlıdır. Bax, bu seçimlərdə əsasən nəyə diqqət edirsiniz? Mütləq xarici təcrübə mi olmalıdır, yoxsa yerli potensialdan da istifadə etmək olar? ASA Tədris Mərkəzinin bu sahədə həyata keçirdiyi yanaşma hansıdır? Çox düzgün vurğuladınız. Ümumiyyətlə, təlimçilər bu istənilən bir təlim mərkəzinin, təlim şirkətinin ən aparıcı qüvvəsidir. Yəni, bizdə yanaşmamız belədir ki, biz çalışırıq ki, maksimum yerli ekspertlərin xidmətindən istifadə edək. Əlbəttə ki, bizim həm ötən illərdə deməli, əməkdaşlıq elədiyimiz xarici ekspertlər də var. Bugün də onlar bizim, əgər baxdığımızda, təlimçilərin siyasında bizim təxminən 10% xarici ekspertlər təşkil edirlər. Amma bununla yanaşı biz üstünlük verdik ki, bizim yerli ekspertlər, təlimçilər bunlar da inkişaf etməlidir və təbii ki, böyük potensial olan ekspertlər var, təlimçilər var ki, biz çalışırıq ki, maksimum bunları ortaya çıxaraq, bunları inkişaf etsin. Ona görə də əsas yanaşma belədir ki, daxili təlimçilər, onlar bizə bu işdə daha çox fayda verə bilərlər. Eyni zamanda onlar yerli təcrübəni bildiklərinə görə. Amma əlbəttə ki, elə sahələr var ki, mütləq qaydada biz xarici təcrübələrdən faydalanmalıyıq və bu istiqamətdə də biz deməli xarici ekspertlərlə də deməli əməkdaşlıq edirik. Onlardan eləsi var ki, Azərbaycanda yaşayır, fəaliyyət göstərir. Eləsi var ki, biz lazım olduqda onları dəvət edib və onların xidmətlərindən faydalanırıq. Pərviz müəllim, ümumiyyətlə sığorta sahəsi üçün kommunikasiya çox vacib faktorlardan biridir və bildiyimiz qədərilə ASA Tədris Mərkəzi olaraq siz sığorta sahəsi iştirakçıları arasında kommunikasiyanın möhkəmləndirilməsi istiqamətində işlər görürsünüz, həmçinin bilik yarışmaları, idman yarışları təşkil edirsiniz. Bax, istərdik biraz da bu barədə məlumat verəsiniz tamaşaçılarımıza. Çox maraqlı bir məqama toxundunuz. Bəli, biz təlim tədris mərkəzi olaraq eyni zamanda sığorta şirkətləri arasında belə kommunikasiyanın yaradılması üçün də tədbirlərin təşkili ilə məşğul oluruq. Keçən il biz həm bilik yarışması keçirmişdik sığorta şirkətləri arasında. Çox maraqla qarşılandı. Eyni zamanda Ulu Öndərin anadan olmasının 102-ci il dönümü münasibətilə şahmat yarışları keçirilmişdi. Bu da çox maraqla qarşılandı və bu tədbirləri biz bu il təbii ki, təkrarlamağı planlaşdırırıq. Artıq bununla bağlı deməli konkret addımlar var, şirkətlərlə razılaşmalar var və əlavə sığorta şirkətləri tərəfindən hansısa bir maraqlı təşəbbüslər olacaqsa və bunda əsasında hesab edirəm ki, bizim tədbirlərin sayı daha da çox olacaqdır. Ümumiyyətlə, bir qədər də ASA Tədris Mərkəzinin fəaliyyət istiqamətlərindən olan tədqiqat işləri ilə bağlı danışmaq istəyərdim. 2026-cı ildə hansı tədqiqat işlərinin həyata keçirilməsi nəzərdə tutulub? Aytən xanım, çox sağ olun. Bu da həqiqətən bizim gördüyümüz işlər sırasında önəmli yer tutur, tədqiqat məsələləri. Biz deməli son 2 ildə biz artıq 4 tədqiqat layihəsini
yekunlaşmışıq. Artıq onlardan 3-ü deməli sığorta ictimaiyyətinə təhvil verilibdir. 4-cünü bu yaxınlarda biz artıq təqdim edəcəyik. Və eyni zamanda bu il bizim planlaşdırdığımız layihələr var. Onları biz ilk növbədə sığorta şirkətlərinə razılaşdırmağa təbii ki üstünlük veririk. Nəyə görə? Çünki onların sifarişi əsasında bu tədqiqat layihələri aparıldığında daha maraqlıdır. Eyni zamanda ortaya çıxan nəticələr daha faydalıdır. Ona görə də bəli, hal-hazırda bununla bağlı danışıqlar gedir. Bizim sığorta şirkətlərində çalışan marketoloqlar, yəni bilirsiniz ki, bizim assosiasiyada marketinq qrupu dediyimiz bir qurum var. Onların təbii ki iştirakı ilə bu mövzular artıq dəqiqləşdirilir və hesab edirəm ki, yaxın günlərdə artıq o mövzuları biz tam təsdiqləyəcəyik və növbəti aylarda nəzərdə tutduğumuz tədqiqat layihələrində biz həyata keçirməyə planlaşdırırıq. Pərviz müəllim, və son olaraq 2 istiqamətdə mesajınızı dinləmək istəyərdik. Birincisi, sığortaçı olmaq istəyən vətəndaşlara nə tövsiyə edirsiniz və artıq sığortaçı olub öz potensialını inkişaf etmək istəyən sığortaçılara hansı tövsiyələri verərdiniz bir peşəkar sığortaçı kimi? Təbii ki, sığortaçı olmaq üçün başqa sahələrdə olduğu kimi ilkin olaraq baza bilikləri əldə etmək lazımdır. Hesab edirəm ki, sığorta ilə bağlı kifayət qədər hal-hazırda ilkin baza təlimlərini bizim yerli bazarda həm bu Asiya Tədris Mərkəzi tərəfindən təqdim oluna bilər, digər başqa şirkətlər var. Eyni zamanda çox yaxşı bir virtual tədris platforması Mərkəz Bank tərəfindən yaradılıbdır. Bildiyiniz kimi həmin virtual tədris platforması vasitəsilə təkcə sığorta mövzusu deyil, digər başqa mövzuları da orada öyrənmək olar, bu ödənişsiz əsasdadır. Əlbəttə ki, ilkin başvuranlar minimum baza sığorta biliklərini almalıdır. Yəni, bunun üçün hesab edirəm ki, kifayət qədər əlçatan resurslar var. Əlbəttə ki, peşəkar olmaq, yəni sığorta sahəsində daha peşəkar səviyyəyə gəlib çatmaq üçün sığortaçılar deməli, beynəlxalq sertifikasiya proqramlarına müraciət edirlər. Bizim CII kimi tanıdığımız, bu Böyük Britaniyada yerləşən peşəkar Sığortaçı İnstitutunun təqdim etdiyi deməli sertifikasiya proqramlarıdır. Müxtəlif mərhələlərdən sonra bunun nəticə etibarilə diplomunu almış şəxs, yəni sığorta bazarında, sığorta ictimaiyyətində çox yüksək peşəkar kimi tanınır. Ona görə də təbii ki, bax bu proqramlardan keçməyə, sertifikasiya proqramlarına müraciət etmək bu hər bir peşəkar sığortaçının arzusudur. Ona görə də bununla yanaşı sığortaçılar əlbəttə ki öz üzərində işləməlidir. İlkin növbədə əgər iqtisadiyyatda baş verən yeniliklərdən xəbərdar deyilsənsə, istər daxili bazarda baş verən yeniliklər, istər xarici iqtisadiyyatda, çünki bildiyiniz kimi sığorta özü bu beynəlxalq bir fəaliyyətdir. Yəni siz əgər sığorta ilə məşğul olursa, mütləq onu növbəti mərhələdə təkrar sığortaya müraciət etdiyinizdə bu təkrar sığorta şirkəti bir xarici maliyyə qurumudur. Mütləq siz onun harda yerləşdiyini, necə fəaliyyət göstərdiyini, hansı riskləri öz üzərinə götürdüyünü, bunları təbii ki, öyrənməlisiniz. Bunun üçün nə lazımdır? Daimi əsasda araşdırmaq lazımdır, iqtisadi yenilikləri izləmək lazımdır. Bu iqtisadi yenilikləri təbii ki, bizim daxili resurslar hesabına da, məsələn, çox yaxşı iqtisadi platformalar var ki, o platformalar vasitəsilə gündəlik əsasda sığortada baş verən yenilikləri, sığorta göstəricilərini, sığorta statistikasını izləmək mümkündür. Hesab edirəm ki, bax, bunlara əməl etdikdə peşəkar sığortaçı olmaq çox da çətin bir məsələ deyil. Çox sağ olun Pərviz müəllim. Təşəkkür edirik sizə. Dəvətimizi qəbul edib studiyamıza gəldiyiniz üçün və maraqlı söhbətləriniz üçün. Çox sağ olun. Sizə də təşəkkürlər, uğurlar arzu edirəm sizə. Çox sağ olun. Belə əziz izləyicilər, daha bir sığortalı dost verilişinin sonuna gəldik. Müzakirələrdən belə aydın oldu ki, sektorumuzun inkişafı uzunmüddətli perspektivdə uğurla davam edəcək. Çünki sığorta sektorumuz öz təlim ehtiyaclarına həssas yanaşır və bunu məqsədyönlü şəkildə təhlil edir. Ənənəvi çağırışımızla verilişimizi sona çatdırırıq. Sığortalanın əziz izləyicilər, sığortalanın. Çünki həyat sığorta ilə rahatdır.